Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı 3 sual məsələsi var idi, o sualın izahını vermək istəyirdim. Baxın, bizə AY tərəfi YB bərabərdir, həmçinin AD BC bərabərdir. Bu 55 dərəcə bucağı verilib, alfa bucağını istəyir bizdən. Baxın müəllimlər, biz görürük ki, burada DY hündürlüyüdür, amma həm də ki AB-ni yarıya bölüb. Demək, burada biz bunu mediana gətirib çıxarmalıyıq. Hansı üç bucaqda həm hündürlük, həm median, həm tənbəlin söhbəti var idi. Əlbəttə, bərabərli üç bucaqda. Baxın, müəllimlər, burada nəyə görmək lazım? Bir dənə burada sadəcə B ilə D-ni birləşdirmək bəs edir. Baxın, B ilə D-ni birləşdirdik biz. Biz dedik axı, baxın, bu oldu. ADB bərabərli üç bucaq oldu. Ortada çəkilən hündürlüyü həm hündürlükdə, həm medianda, həm də tənbəlin olacaq. Demək, bu bucaqda olacaq 55 dərəcə. Bu 55 oldu. Bərabərli olduğu üçün AD məsafəsi DB bərabər oldu. Düzdür? Bir xətt qoyuruq ki, bərabər olsun. Bu 55-dir. 55, 55, 110. Qonşu bucağın cəmi 180-dir. Bu bucağın payına düşəcək 70 dərəcə. Baxın, dedik axı, AD, DB bərabər oldu. Düzdür? Həmçində AD də BC bərabər idi. Demək, bunlar həqiqətən də bərabərli üç bucaq imiş. Bərabərli üç bucaqdır. Bir yan bucağı 70 isə, digər yan bucağı da 70 olacaq. Cavab 70 dərəcə.